Salam, hər vaxtınız xeyir olsun. Deməli, sual paylaşmışdıq. Sualın şərtində deyilirdi ki, proqram 3 rəqəmli natural ədəd qəbul edir. Sonra bu ədəddən aşağıdakı alqoritmə uyğun olaraq yeni bir ədəd düzəldir. Alqoritm necə çalışırdı? Məsəl üçün, 238 ədədini götürür. 238 ədədindən düzələ biləcək iki rəqəmli ən böyük və ən kiçik ədədi düzəldir. Burada 238-dən düzələ biləcək ədədin ən böyük nə ola bilər? 83, ən kiçik 23 ola bilər. Bunların fərqini hesablayır və yazır. Nəticənin 70 alınması üçün biz nə yaza bilərik? 3 rəqəmli olmalıdır və ən kiçik olması üçün ən kiçik 3 rəqəmli ədəd istəyir bizdən. Biz bura 1 qeyd edirik. Biz 70-i necə ala bilərik? Məsələn, 80-dən 10 çıxaraq ala bilərik. Sonra düşünürəm ki, bura 80 alınması üçün mən bura 10 alınması üçün 0 yazacağam. Burada 3 rəqəmli olsun 8 yazmalıyam. Amma mən burada məcburən 80-dən yox, 81-dən 10 çıxmalıyam. Çünki ən böyük və ən kiçik deyir deyə. Ona görə mən düşünürəm ki, bu ədəd ola bilər 118. Düzələ biləcək ən böyük ədəd 81-dir. Düzələ biləcək ən kiçik ədəd isə 11-dir. Bunun cavabı olur nə? 70.